Birinci sualda bizə reaksiya verir. Reaksiyanın olduğu kimi qeyd edək. Deməli 2x, y2 alınır və y2 alınır. Hər biri qaz halındadır, diqqət edirsinizsə. Sonra bizə nə deyir? Tarazlıq anında həcmi 1 litr olan qab. Deməli burada V bərabərdir 1 litr olduğunu yadımızda saxlamalıyıq. Bu bizə harda lazım olacaq? Bu bizə tarazlıq sabiti hesablayanda lazım olacaq. Çünki biz burada baxan kimi görürük ki, bu tarazlıq məsələsidir. Tarazlıqda da biz qatıqla işləyirik. Maddə miqdarına, moluna yox. İndi bizə nə deyir? Bu V-ni unutmayaq, yadımızda qalsın. Sonra biz burada gəlin, həmişəki cədvəlimizi quraq. Cədvəlimiz necə idi? Bunu silirəm buradan. Başlanğıc, sərf olunan, alınan və tarazlıq. Başlanğıcda x, y3 0.8 moldur. X, y2 0.4 moldur. Y isə 0.2 moldur. Başlanğıcda budur. Sonra deyir ki, tarazlıqda olan bu sistemin temperaturunu dəyişdikdə yaranan yeni tarazlıq halında qabda 1,3 mol qaz qarışığı olur. Bu tarazlığın tarazlıq sabitini hesablayın. Bunun üçün neyini uşaqlar? Biz bilmirik axı, bu temperaturu dəyişdi. Bizə demədi temperaturu necə dəyişdi. Tarazlığın istiqamətini bizə heç cür ipucu vermədi. Bunun bəs ipucusu hardadır? Biz nəyə fikir verməliyik? Baxırıq, əvvəlki, yəni başlanğıcda qazların molları cəmi nə qədər idi? Yəni qazlar başlanğıcda hansı həcmdə idi, sonra hansı həcmə gəldi? Bunu da mollarını bilməklə müəyyən edə bilərik. Baxıram ki, başlanğıcda 0.8 x-y3-dən, 0.4 x-y2-dən, 0.2 də y2-dən var. Bunlar toplamda neçə mol eləyir? Gəlin bir baxaq. Toplam 1,4 mol eləyir. Deməli 1,4 mol başlanğıcda var imiş. Amma bizə deyir ki, sonra olur 1,3. Burada biz gördük ki, azalma var. Bəs yaxşı, azalma bu nəyi deyir bizə? Yəni tənliyin tərəflərinə görə baxanda tarazlığın hansı tərəfə yönəldiyini necə müəyyən edəcəyik? Baxırıq. X, y3-ün əmsalı 2-dir. Bu deməkdir ki, bundan 2V reaksiya daxil olanda X, y2-dən 2V alınır, 1V qədər də y2-dən alınır. Toplamda solda nədir bu? Həcmlər 2V-dir. Sağda isə həcmlər 3V-dir. Fikir verirsiniz. Deməli, sağa doğru getsəydi, 2V-dən 3V-yə artdığına görə bizim sondakı qaz qarışığımızın həcmi artmış olmalıydı. Amma bu deyir ki, əvvəl 1,4 idi, indi 1,3-dür. Demək, azalma var. Azalma varsa bizim reaksiyamızın istiqaməti hansı tərəfədir? Başlanğıc maddələrin alınması tərəfə. Yəni sola doğru. Tərəfimiz biz buradan müəyyən edirik ki, sərf olunan tərəf hansıdır, alınan tərəf hansıdır. Deməli, mən bir ayla bu halda əgər tarazlıq sola yönəlirsə, reaksiya girən miqdar x, y2 üçün olacaq 2A qədər. Yəni, sərf olunandan danışırıq. X, y2-dən 2A qədər sərf olunacaq. Əmsalına nəzərən deyirik bunu. Y2-dən isə 1A qədər sərf olunacaq. Yəni, bu azalır. Amma x, y3-dən 2A qədər alınacaq. Bu da onun əmsalına görədir. Nəticədə tarazlıq anında bu qazlardan qabda nə qədər olur? X, y3 artdığı üçün olur 0,8 üstə gələk 2A. X, y2 azalır. Onda olur 0,4 çıxaq 2A. Y2 də azalır, o da olur 0,2 çıxaq A qədər. Və bizə nə deyir? Deyir ki, sonda bu qaz qarışıqlarının cəmi 1,3 mol olur. Demək, biz bunları toplayıb 1,3-ə bərabər edəcəyik. 0,8 üstə gələk 2A, üstə gəl 0,4 çıxaq 2A, üstə gəl 0,2 çıxaq, elədi 1,3 cəmi. Hesablasaq, 2A-lar islah getdi, qaldı 1,4 çıxaq A, bərabərdir 1,3-ə. A bərabərdir 0,1-ə. Deməli, biz A-nın yerini 0,1 nəzərə alırıq. Onda tarazlıq anında x, y3-dən olur 1 mol, x, y2-dən olur 0,2 mol, y2-dən də olur 0,1 mol. Bunlar moldur, diqqət edin. Amma bizə nə lazımdır? Biz axı tarazlıq sabiti hesablamağa çalışırıqsa, bizə mütləq şəkildə qatılıq lazımdır. Qatılıq da həcmdən bölərək tapacağıq. Maddə miqdarı C bərabərdir nü böl V düsturuna əsasən bizə V-ni görürsünüz burada veribdir 1 litr. Yəni həcmi 1 litrdir. Bu deməkdir ki, hər birini 1-ə bölürük.
yəni maddə miqdarlarını həcm olan 1-ə bölürük. Nəticədə çox bir şey dəyişmir. Nə var o da qalır. Bunda məhsulların tarazlıq qatılıqları hasillərini bölməliyik başlanğıcın tarazı qatılığı hasilinə. O zaman olur 0.2-nin kvadratı vuraq 0.1-in özü kvadratı deyil, bölünsün 1. Bir də oldu başlanğıcdakı maddəmiz x, y, 3. O zaman cavab edər neçə? 0 %4, onu da 0-dan 1-ə vuranda 0, 1000-də 4 edər. Demək bizim k temiz bərabər oldu 0-dan 1000-də 4-ə. Bu da oldu y variantı.